Gəlin sosial media dizaynlarında gördüyünüz bu spiral şəkilli yazı effektlərini necə hazırlandığını sizə göstərim. Onun üçün Illustrator proqramından istifadə edəcəm. İlk öncə Shape tool ilə bir düz bucaqlar əldə edirəm və onun rəngini seçirəm. Mən burada qırmızı seçmişəm, siz istədiyiniz rəngi seçə bilərsiniz. Sonra yazımı yazıram. Yazımın rəngini seçdikdən sonra onu düz bucağımın üzərinə gətirirəm. Yazımı seçib mouse'un sağ düyməsinə klik edərək Create Outline seçirəm və Pathfinder menüsündən hamısını birləşdirirəm. İkisini də seçib Align menüsündən bir-birinə ortalayıram. Windows menüsündən Brush bölümünü seçirəm və ikisini də seçib oraya sürüşdürürəm. Açılan bölümdən Pattern Brush'ı seçib, sonraki menüdə heç bir dəyişiklik etmədən OK-yə klikləyirəm. Qələm toolu seçib, fill rəngini bağlayıb, stroke rəngini qara seçirəm və spiral şəkilli xəttlər çəkirəm. Hamısını seçib, Brush menüsünə gəlib hazırladığımız fırçanı seçirəm və budur. Spiral yazılı effektimiz hazırdır. Stroke bölümündən qalınlığını tənzimləyə bilərsiniz və yaxud Direct Selection-la istədiyiniz nöqtəni seçib şəklinin üzərində düzəlişlər edə bilərsiniz. Bu cür necə hazırlanır videolarının gəlməsini istəyirsinizsə, şərh bölümündə qeyd edin, xəbərim olsun. Bu günlük bu qədər. Bir sonrakında görüşərik.